mənim yoldaşımı o zaman əlimdən alması az değilmiş kimi ki, əcəb eləyib alıb. Yaxşı elə belə öz tabiblərini tapıblar. İnşallah heç boşanmasınlar. Birlikdə elə çürüsünlər, qocalsınlar. Qızlarım, qəşəng qızlarım, gözəl qızlarım. Biraz migrenim tutub sizdən uzaq, şükür, amma yaxşıyam. Çəkilişlərdə belə özümü yaxşı hiss eləmirəm. Yəni bunları anlatmaq mənim üçün belə qəşəng şeylər anlatıram demək deyil. Ki 10 ildən çox üstündən zaman keçib, mən 10 il səbirlə yaşamışam, gələcəyimi hədəfləmişəm, amma hər şeyin bir zamanı vardır. Ona görə artıq zamanı gəldi deyə artıq gözümün önündə daha çox görürəm ki, bu şiddət, bu suçlamalar, bu cinayətə qurban gedən qadınlar görürəm get-gedə çoxalır deyə ona görə bir şeylər etməyə çalışıram və bunun üçün davam edəcəm. Hələ də üstünə qorxusuz olduğum üçün artıq əvvəl qorxurdum, bəli, amma artıq qorxusuzam. Yəni mən artıq belə deyək, bəlkə də onun üçün təhlükəliyəm, o özü bilir. Həbsdə deyil. Allah iraq eləsin, ölməyib. Nə yaşamışsaq yaşayalım, ölümünü istəməmişəm heç. Çünki nə də olsa qızımın atası, 2 balamın. Tövbə estağfurullah. Duygusal an yaşıyorum. 2 balamın atası olub və indi də 2 uşaq atasıdır. 2 oğlu var. Mən ona oğlan uşağı verə bilmədiyim üçün döyülürdüm. İndi isə mənə zamanında xəyanət etdiyi qadınla evlidir. Mənə bacı deyən qadınla. 2 oğlu var. Ona oğlan uşağı verib. Uşaqların xətrinə. Nəysə. Boş verin. Bir tərəfdən də dediyim kimi zamanı gəldi artıq. Bir də insan artıq qorxusuz halə gələndə öz ayaqları üstündə, öz əməyi ilə duranda ki, bunu illər əvvəl, 10 il əvvəl paylaşsaydım mən çoxdan tanınardım. Bu qədər əziyyət çəkməmə də gərək qalmazdı. Həyatımı danışardım, ünlü olardım. Türkiyədə mənə çünki bir neçə yerdən təklif gəlmişdi. Mənim qızımla universitetdə oxuduğumu gördükləri üçün, yəni bildiyiniz qızımı buraxıb gəlmirdim. Qızım yanımdaykən universitetdə oxuduğumu gördükləri üçün gedib müəllimlərə mənə yüksək qiymət verin, balam var, baxa bilmirəm falan demədiyim üçün, dərsə zamanında getdiyim üçün həm ofisiant işləyirdim, həm pulsuz dərs verirdim ki, işimi görsünlər, rəqs dərsləri, həm də universitetdə oxuyurdum. Və bu çətinlikləri, qürurlu çətinlikləri çəkdiyim üçün mənim həyatımı yazmaq istəyirdilər, çağırmışdılar, amma mən o anda istəmirdim tanınım. Çünki mən ağlayaraq əzab çəkmiş qadın olaraq tanınmaq heç bir zaman istəməmişim. Ona görə 10 il səbr elədim. Mən onlara bir cümlə qurdum. Dedim, hələ zamanı deyil. Dedilər, nədən? Dedim, bakalım bu kahraman nereye kadar gidecek? Kendi başına nələrin üstəsindən gələcək? Özümə də maraqlıydı. Çünki şiddət görən qadın çoxdur. Həyatı puç olduğu üçün həyatdan vazgeçən qadınlar çoxdur. Ona görə mən istədim ki, yəni şiddət görmək həyatını ayrılman, boşanman, keçmişinin çətin olması sənin gələcəyində çətin olacaq anlamına gəlmir. Çətinlik var hər zaman. Yorulacaqsınız, işləyəcəksiniz. Bəzən gecə qarabasmalarla oyanacaqsınız. Elə biləcəksiniz ki, o anı yaşayırsınız. Mən çox oyanıram. Çox oyanıram. Elə bilirəm ki, qızımın atası məni döyür. Mənim qaynatam elə bilirəm ki, məndən nələr eləyir. Qarabasmalarla oyanıram. Bunu ailəm də bilir, sevdiklərim də bilir. Amma bu həyatdan küsəcəyim anlamına gəlmir. Daha da hədəfimə odaqlanıram ki, xeyr Nərgiz, sən o həyatdan qurtulub, çətin də olsa ayağa qalxa bildinsə, sən çox qadını ayağa qaldıra bilərsən. Ruhunla. Belə. Yəni, vazgeçməyin. Hər çözüm yolda boşanmaq deyil. Mən nə evləndiyimə zamanında, nə də boşandığıma peşman deyiləm. Çünki mən evlənməsəydim, mənim balam olmazdı. Mənim şambilim olmaydı. Mən nə edərdim? Mən tək-tək nə edərdim bu həyatda? O qədər əzablardan sonra boşanmağıma da, nə qədər yorulsam da, tək başına davam etməyimə peşman deyiləm. Allah eləməsin, ölməyib, yenə də olmaz. O da bir insandır. Mənim həddimə deyil kimsənin ölümünü istəyim. Ölməyib, yaşayır. Mənim paylaşımlarımı da görür. Çünki əgər mən 10 il əvvəl isti-isti bunları desəydim, o indi yaşamayacaqdı. O bunu da bilir. Amma indi zamanı gəldi deyə hal-hazırda məni görür.
O bilir ki, məni təhdid eləsə mən daha çox dəli olacağam, daha çox şey anlatacağam. O bunu bilir. Onların mənə vurduğu zərbələrin sayı hesabı yoxdur. Ona görə yox. Adi ildir bir dəfə də indi bir şey olursa, nə iləsə əlaqəli danışırıq. Nömrələrimiz var birimizdə. Belə. Hə. O armudbaş yoldaşı bəli, hərdən mənə ilişir. Yəni mənim yoldaşımı o zaman əlimdən alması az deyilmiş kimi ki, əcəb eləyib alıb. Ay, yaxşı elə belə öz tabiblərini tapıblar. İnşallah heç boşanmasınlar. Birlikdə elə çürüsünlər, qocalsınlar. Boşanmasın. Boşansa yenə gələcək üstümə, olmaz. O mənə hərdən ilişir. Amma o ilişdikcə mən daha çox əsəbləşəcəm. Buradan onu da deyirəm. Çılğın çocuq, bana bulaşma. Seviyorum sizi. Dərsə keçim, öpürəm. Allah əmanət.